İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes Mərkəzi. Rüfət Nadirinin təqdimatında. Bəli, mənim təqdimatımda ikinci saat başladı. Hər vaxtınız xeyirli və uğurlu olsun. İş dünyasında nəbzini tutmaqda davam edirik və bugün mövzumuz aqrar sahədə aqrar innovasiya və startap layihələrin təqdimatı, innovativ həllər müzakirəsini edirik və bir startap layihəsində təqdimatını bugün etmiş olduq. Şahin Xəlilovla biz danışdıq və həmçində bizim bugün Bakı Mühəndislik Universitetinin Texnopark direktoru Vüsal Süleymanlı bizimlə bərabərdir və sizdən indi irəliləyən dəqiqələrdə sağollaşacaq, çünki Nigar xanım da bizim studiyamızda yer alacaq. Vüsal bəy, bayaq da biz qısa toxunduq, amma istərdik ki, bu texnoparkların məsələsindən biz toxunduq, faydalarına toxunduq. Bəzən də mən onu elə belə səsləndirmədim. Hər bir detalda hansısa peşəkar hazırlanmaq, bu sahənin mütəxəssis olmaq üçün innovativ həllər, yanaşmalar, şirkətlər arasında kommunikasiya, universitetlərə bəzən bəzi elə şirkətlər elə fikir səslənir ki, universitetlər də bizi çağırış etməlidir, universitetlər də bu işə can yandırmalıdır, universitetlər də bir çağırış etməlidir, universitetlər də gəlməlidir, universitetlər də qapı döyməlidir. Sanki universitet sözü çox işlənir. Biz universitetlərdən çoxmu şey istəyirik biznes işində? Yoxsa necə? Əslində bu bir növ müasir dövrün yanaşmasıdır və biz özümüz də bir universitet təmsilçisi olaraq fikirləşirik ki, universitetlər həqiqətən bu bazarda aktiv olmalıdır. Çünki bir növ bazarın talant resursunu, insan resursunu təmin edən tərəf universitetdir. Ancaq son illər biz görürük ki, universitetlərin modeli dəyişib. Universitetlər əvvəl deyək, bir növ tamamilə dövlət tərəfindən maliyyələşən qurum idisə, hal-hazırda universitetlər publik hüquqi şəxsdir. Bəli. Bu nə deməkdir? Universitet özü də özünə yeni gəlir kanalları formalaşdırmalıdır. Və bu bir növ desək, əgər universitet əlində olan kadrı, talantı birbaşa şirkətlərə təqdim etsə, əslində bir növ universitet biraz pasiv qalır. Universitet özündə olan o talantla birgə tədqiqat, yeni innovasiyaları yaratmaq, əqli mülkiyyət, patent, ixtira və s. onların lisenziyalaşdırılması, innovativ layihələrdən müxtəlif kommersiya məqsədli istifadə, özəl sektorla birgə tədqiqat layihələrinin icrası, bir növ belə deyək, əgər balaca kiçik orta sahibkarlıq subyektləri, bizneslər innovasiya edə bilmirlərsə, resursları limitlidirsə, burada belə deyək, münasib resurslarla onlar üçün bir növ innovasiya generatoru rolu oynamaq, onların innovasiya partnyoru olmaq, bu yəqin ki, yaxın gələcəkdə universitetlərdən gözlənilən və universitetlərin də əslində can atdığı bir sahə olacaq və yenə bu kombinasiyada da biz Texnoparkın xüsusi çəkisini görürük, rolunu görürük ki, bu işin koordinatoru, layihə meneceri yəqin ki, Texnoparklar olmalıdır ki, iki tərəfi birləşdirsin, gözləntiləri, maraqları hər iki tərəfə uyğunlaşdırsın və bu işləri icra etsinlər. Mən yenə qeyd etmək istəyirəm, bu kimi məsələlərdə əsas gözlənti odur ki, ümumiyyətlə innovasiyanı yaradanda biz başa düşək hansı problemi həll edirik. Problemi bilmədən gəlib desək ki, biz yenilik eləyək, innovasiya yaradaq, onda sual çıxacaq ki, bu kimə lazımdır. Və yenə sözümü mən onun üçün kənd təsərrüfatına gətirmək istəyirəm ki, ola bilər bizim lokal bazarımız balacadır, amma kənd təsərrüfatı bizə imkan verir ki, Azərbaycandakı, Çindəki ya Rusiyadakı bir vətəndaşın hamısı qida, yəni qəbul edirik də, ortaq problemləri var bunların üçünün də. Azərbaycanda pilot səviyyədə o layihəni reallaşdırıb başa düşmək olar ki, müştərinin ehtiyacı qarşılandı mı? Qarşılandısa bunu asanlıqla xarici bazarlara belə deyə çıxarmağa üz tutmaq olar. Çünki başqa sektorlarda çox çətindir başa düşmək ki, məsəl üçün Amerikadakı müştərinin dərdi nədir? Onu biz empatiya eləyib başa düşə bilmirik. Amma aqrar sahə ilə sahədir ki, onu asan formada başa düşüb, demirəm hər sahəsində, amma bəzi hissələrində biz başa düşüb, bu tipli qısa formada biz xaricə eksport, ixrac məsələsində də aqrar sahənin önəmli olduğunu qeyd edə bilərik. Bu istiqamətdə də Aqrar İnnovasiyalar Mərkəzi bizə əslində çox kömək olur. Çünki universitet olaraq siz demiş, o binanın içində əyləşiriksə biz limitlidir bizim bilgimiz. Gərək sahəyə gedək, fermerlə danışaq, ünsiyyət quraq, başa düşək. Şahin bəyin öz nümunəsindəki kimi öz həyatından, real təcrübədən çıxıb öz layihəsini qurub və bu kommunikasiyada Aqrar İnnovasiya Mərkəzi həqiqətən bizə bir növ kömək olur. Yeni növ kommunikasiya alətləri, bootcamplər, xüsusi seminarlar, workshoplar da keçirilir ki, bizdə olan tələbələr konkret problemi bilsin, öz bilikləri ilə layihəni formalaşdırsınlar, lokal bazarda test etsinlər, uyğunsa xarici bazara çıxsınlar. Əla. Vüsal bəy, sizə və bütün Bakı Mühəndislik Universitetinə Texnoparka uğurlar arzu edirik. Çox sağ olun. Və həmçinin də ən böyük təşəkkürümüz həm də bu şəraiti imkanımızı yaradan Aqrar İnnovasiya Mərkəzinədir və